Salam, hər vaxtınız xeyir olsun. Mən FC Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə DİM test toplusu 2023-cü il versiyasından epik və dramatik növün janrları bölməsinə baxacağıq. Amma bölməmizə keçid almazdan öncə nəzərinizə çatdırmaq istəyirəm ki, bu arada səsə görə üzrlü hesab eləyin. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim yeni açılmış MİQ qruplarımızda iştirak etmək istəyirsinizsə, tamamilə sıfırdan açılan qrupumuzdur. Rəy bölməsində yaza bilərsiniz, eyni zamanda nömrələrimizə və Instagram səhifələrimizə də yaza bilərsiniz. Sizə geri dönüş ediləcək. Birinci testə baxırıq. Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mənalı və müdrik şəkildə ifadə olunur? Əlbəttə ki, yığcamdır, mənalıdır, müdrikdirsə atalar sözüdür. Cavab ona görə də A variantı olmuş olacaq. İkinci testə baxırıq. Hansı məsəldir? Məsəllərlə atalar sözlərini qarışdırmayaq. Məsəlin mənası odur ki, sən o məsəli, yəni o əhvalatı bilməsən, o məsəli tam olaraq bilməyəcəksən. Məsələn, mıxı mismara döndərən var. Bu artıq görürəm ki, həqiqətən də məsəldir. Nəyə görə? Çünki mən bunu bilmirəm ki, kökündə hansı bir əhvalat dayanır buna görə. Yəni biz birinci o əhvalatı bilirik, ondan sonra o məsəl yaranmış olur. Daha sonra məsəli məncə atalar sözlərinə ayırmağı bacaracağıq bu versiya ilə. Atalar sözlərində isə yəni normal, adi müdrik bir ifadələrdir, aforizmlər kimi. İndi baxıram 2-də cavab nə olacaq? Tökülən dolmaz, tək əldən səs çıxmaz, iş insanın cövhəridir, el gücü, sel gücü. Bunların hər biri atalar sözüdür. Bir dənə D məsəldir, söz dəyirmandakıdır. Biz bunu Koroğludan görürük ki, Koroğlu ilə Həmzənin danışıqları arasında söz dəyirmandakıdır ifadəsi yer almış olur və oradan çıxan bir məsəldir. Üçüncü testə baxırıq. Dava yorğan davasıdır ifadəsi nə üçün atalar sözü yox, məsəl sayılır? Elə bayaqları qeyd elədiyim ifadələrə görə dolğun fikir ifadə eləmir, müstəqil fikir ifadə eləmir. Eyni zamanda da müəyyən əhvalatla bağlıdır ki, biz o əhvalatı bilməliyik. Dava yorğan davasıdır, ona görə də atalar sözü sayılmır. Biz burada məsəlin xüsusiyyətlərini saydıq. Cavab ona görə də A variantı olmuş olur. Dördüncü testə baxırıq. Hansı xüsusiyyətlər atalar sözünə aid edilə bilməz? Həm nəsr, həm nəzm şəklində olması aid olar. Müdriklik olması orada aid olar. Yenə də yığcamlıq olması aid olar. Xalq təcrübəsinin ümumiləşmiş ifadəsi olması aid olar. Amma müəyyən əhvalat rəvayətlə əlaqədar yaranması bu atalar sözünə aid versiya deyil. Məsələlərə aid olanda aşağıdakılardan hansı məsəldir? Qeyd elədiyim versiyada, bayaq da qeyd elədim bunu, mıxı mismara döndərən var. Cavab olacaq D variantı. Hansı atalar sözünün mənasında məcazilik var? Baxaq görək. Söyləyən olma, dinləyən ol. Burada məcazi heç nə yoxdur. Hər şeyin təzəsi, dostun köhnəsi. Burada da heç nə yoxdur. Dost üzündən bəlli olar. Düşmən gözdə. İnsanın üzü, gözü məcazilik bildirmədir. Dost qədrini dost bilər. Burada şəxsdən söhbət gedir. Dəmiri isti döyərlər. Burada məcazilik var da. Yəni isti nəyisə kimə əlini vura bilər? Cavab olacaq A variantı. Keçid alaq digər testlərimizə. 7-ci testdə lətifə janrı haqqında doğru fikri bizdən istəyir. Lətifələrdə nəsr və nəzm hissələri var. Yox, bunu doğru götürməyəcək. Lətifələrdə bədii gülüşün müxtəlif formalarından istifadə olunur. Bəli, doğru cavabımız B variantımız olacaq. Lətifə lirik növə daxildir. Lətifə lirik növ deyil axı. Ona görə də bunu da götürə bilməyəcək. 8-ci testdir. Lətifə janrı haqqında səhv fikri hansıdır? Gəlin baxaq görək. Lətifələrdə sarkazmdan istifadə oluna bilər. Doğrudur. Lətifələr cəmiyyətdə, ailə və məişətdə insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Doğrudur. Epik növün janrıdır. Bəli, epik növdür. Lirik növ deyil axı. Lətifələrdə bədii gülüşün yalnız satira forması, yalnız satira deyil, hər iki versiyasından istifadə oluna bilər. Ona görə də cavab D variantıdır.
Molla Nəsrəddin Bəhlul Danəndə ilə bağlı olanları geniş yayılıb. Bəli, bu da doğrudur. Burada da idi, burada belə. Elə bil bir-birinə əks testləri idi. 9-cu testə baxırıq. Lətifə janrı haqqındakı fikirlərdən yalnız biri doğrudur. Cəlil Məmmədquluzadənin adı ilə bağlı olmaz axı. Böyük bir qismi Molla Nəsrəddinin adı ilə bağlıdır. Ona görə A variantı tamamilə səhvdir. Lətifələrə müdrik sözlər deyilməsi xalq örnəklərinə verilən yüksək qiymətə bağlıdır. Xeyr. Müdrik sözlər atalar sözləridir, bu deyil. Xalq qəhrəmanları lətifələrdə aparıcı yer tutur. Məndən doğru fikir istəyir. Xeyr, lətifələrdə mən durub Koroğludan danışası deyiləm ki. Lətifələrdə yumorla yanaşı satirada mühüm yer tutur. Bəli, cavabımız D variantıdır. Elə bayaq qeyd eləmişdim bunu. Keçid alaq digər testimizə. Sehirli qüvvələr iştirak eləyir. Nağılla lətifəyə baxırıq. Doğru olanı. Xeyr, nağılda iştirak eləyir. Şifahi xalq ədəbiyyatının az yayılmış janrlarındandır. Niyə az yayılsınlar ki? Epik növə daxildir. Bəli, hər ikisinin əsasında təhkiyə durduğuna görə epik növə daxildir. Cavabımız olacaq C variantı. Sehirli nağıllarla bağlı səhv fikri bizdən istəyir. Simurq quşu, uçan xalça və sair nağıl qəhrəmanına kömək eləyən xeyirxah sehirli qüvvələrdir. Bəli, bunu nağıllarda görmüş oluruq. Nağıl qəhrəmanı sehirli bir qüvvədən kömək alır. Bəli, bu da var. Div, əjdaha, cin və s. kimi sehirli qüvvələr əsasən şər qüvvələr kimi təqdim olunur. Bu da doğrudur. Nağıl qəhrəmanı öz arzusuna çatmaq üçün adi qüvvələrlə deyil, sehirli qüvvələrlə mübarizə aparmalı olur. Bu da doğrudur. Deməli, səhv cavab bir dənə Y variantıdır. Bu nağıllarda xeyri və şəri təmsil etməklə heyvanlar iki qrupa bölünür. Ümumiyyətlə, belə bir şey yoxdur axı sehirli nağıllarda. Heyvanlar iki qrupa hansı nağıllarda bölünər? Heyvanlar haqqında olan nağıllarda əlbəttə. Ona görə də cavabımız Y variantıdır. 13-cü testdə deyir ki, hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz? Real həyat təsvirinə də yer verilməsi doğrudur. Epik növə daxil olması tamamilə düzgündür. Qədim janrlardan biri olması əla. Sehirli qüvvələrin iştirakı ilə sehirli nağıllar olur, düzdür. Nəzmlə nəsrin vəhdət təşkil eləməsi bu dastandır. Ona görə də yeni cavabımız olaraq götürəcəyik. 14-cü testədir. Nağıllara aid edilmiş fikirlərdən biri səhvdir. Epik növün janrı da doğrudur. Nağıllar mövzu və məzmununa görə məhəbbət, qəhrəmanlıq, bu da dastanın xüsusiyyətidir. Ona görə də səhv cavabımız elə B variantıdır. Hər ehtimal digərlərini də oxuyaq. Nağıllar mövzu, məzmun etibarilə 3 yerə bölünür. Bəli, tamamilə doğrudur. Qəhrəman əksər hallarda ideallaşdırılır, doğrudur. Epik folklorun qədim janrlarından biri də doğrudur. 15-ci testə baxırıq. Məsələlər haqqında fikirlərdən hansı səhvdir? Məsəl müəyyən əhvalatın, hadisənin nəticəsi yekunu kimi meydana çıxır. Bəli, tamamilə doğrudur. Müəyyən bir əhvalat olur və onu biz bilməliyik. Bizdən səhv fikir istəyir. Baxaq digərlərinə. Yığcamlığı, müdrik məzmunu etibarilə atalar sözlərinə çox yaxındır. Bəli. Məsələlərdə fikir ümumiləşmiş bitkin şəkildə ifadə olunur. Ümumiləşmiş bitkin şəkildə olsa, bu atalar sözü olardı. Axı burada əhvalat elə bil ki, yarımçıq verilir də nəyisə. Sən o məsələ bilməlisən. Bu əhvalatı bilirsənsə, o belə deyək də, ondan doğan məsəl də hardasa sənə yaxın olur, onu bilirsən. Amma ki, ümumiləşmiş bitkin bir fikir olmur burada. Bitkin olanı, ümumiləşmiş olanı atalar sözüdür. Dava yorğan davası da məsələ Molla Nəsrəddin lətifəsi ilə bağlıdır. Müəyyən əhvalatla hadisə ilə bağlı olur. Bu da tamamilə doğrudur. Cavabımız olacaq C variantı. Keçid alaq digər testlərimizə. 16-cı testdə səhv olanı istəyir. Atalar sözü məsələlərlə bağlı. Elə cavab adı da baxan ki, bilinir ki, bu tapmaca xüsusiyyətidir. Üstü örtülü şəkildə məlumatı verir və sən onun cavabını tapmalısan. Yığcamdır, bəli. Epik növün janrıda atalar sözü məsələlər, bəli. Müdrik məzmun ifadə olunur, bəli. Xalqın zəngin həyat təcrübəsinin məhsuludur, bəli. Tamamilə doğrudur. 17-ci testə baxırıq. Nağıllar haqqındakı səhv fikri müəyyən eləyin. Xeyri və şəri təmsil edən müxtəlif obrazlar olur, doğru. Qəhrəmanlar əksər hallarda ideallaşdırılır, doğru. Mövzu məzmun etibarilə əsasən 3 yerə bölünür, tamamilə doğru. Sehirli nağıllar olur, heyvanlar haqqında nağıllar və məişət nağılları. Epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Bu dastanla bağlıdır. Ona görə də cavabımız D variantıdır. Digərinə də baxaq. Bütün hadisələr əsas qəhrəmanla bağlıdır. Bəli.
18-ci testdə baxırıq. Şifahi xalq ədəbiyyatının epik növünə aid olan janrları müəyyən eləyin. Epik növ istəyir bizdən. Məsələn, A variantında oxşamaları çıxaram, çünki bu lirik növdür. B variantında tamaşalar dramatik növdür, şəbihlər dramatik növdür. Ona görə A, B, C variantı getdi. Yenə də burada nə var? Baxaq görək. Xalq oyunları var, dramatik növdür. Məndən epik növ istəyir. Cavab olacaq Y, əfsanə, rəvayət və tapmaca. 19-cu testə baxırıq. Qeyd edilən fikirlər hansı janra aiddir? Epik folklorun janrıdır deyir bizə. Əla, həyatda baş verən real hadisələr təsvir olunur və artıq təqribi bildim hansı janrdır. Sırf bu cümləsindən qəhrəmanlar çox vaxt sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda çətinliklərlə qarşılaşır, yoxsulluq içində yaşayırlar, öz arzularına çatmaq üçün mübarizə aparırlar, dara düşən insanların köməyinə yetirlər, ağıl və bacarıqları ilə çətin sınaqlardan keçirlər. Əlbəttə ki, bunlar məişət nağıllarına aid olan xüsusiyyətlərdir. Bu xüsusiyyətləri mütləq diqqətli şəkildə oxuyun. Yəni, xüsusi bir efor sərf eləyəcəyiniz nəsə yoxdur, sadəcə oxumalısınız ədəbiyyatı. 20-ci test edir. Hansı fikir şifahi xalq ədəbiyyatının epik növünə aid olan janrlardan heç birinə aid edilə bilməz? Sehirli qüvvələr də iştirak eləyə bilər. Bu sehirli nağıllarla bağlıdır da, nağıl janrıdır. Yumoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına xidmət edir. Yumoristik məzmuna malik olanı lətifədir. Daha sonra baxırıq, fikir ümumiləşmiş, bitkin şəkildə ifadə olunur. Bayaq da qeyd elədiyim kimi atalar sözləridir. Əşyanın məcazi təsviri, onun səcəvi əlamətlərinin təqdimi əsas yer tutur. Bu tapmacadır. Qeyd eləyək. Epik növünə irad edilə bilməz. Bunların hər biri əslində epik növüdür. Baxaq, Y-də nədir? Təqlidlə yanaşı uşaqlarda düzüb qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. Bu isə ümumiyyətlə oyunlarla bağlıdır. Düzüb qoşmaq, yaratmaq bacarığını üzə çıxarmaq. Bu isə dramatik növdür. Ona görə də cavabınız olacaq Y variantı. 21-ci testə baxırıq. Verilən fikirlər əsasən klasterin boş xanasına uyğun janrı müəyyən eləyək. Verilən fikirlərə əsasən epik folklorun janrıdır deyir. Yumoristik məzmuna malikdir. Yumoristik deyirsə artıq bildik nədən söhbət gedir. Nəzm və nəsr şəklində ola bilir və səs oyunu üzərində qurulub. Cavab B-dir, yanıltmac olacaq. 22-ci testə baxırıq. Göydən 3 alma düşdü. Biri söyləyənin, biri məsləhət verənin, verən qocanın, biri də Əhmədin. Ağıllı uşaq əsərinin hansı janrında? Ağıllı uşağın nağıl olduğunu əlbəttə ki bilirik. Cavab Y variantı. Deyir, Xan Sarayı ilə bağlı yanlış fikri. Usta xanın vəd etdiyi qızılları vermədiyi üçün narazı qalır. Xeyr, bu əfsanədə usta ümumiyyətlə, xan ustanın ümumiyyətlə, belə deyək də, əməyinə qiymət vermirdi. Orada əslində usta acgöz deyildi, qızıllara görə göz diksin, belə xanla arası pis olsun və s. buna görə narazı qalsın. Xeyr, o istəyirdi ki, öz zəhmətinə dəyər verilsin sadəcə olaraq. Cavabınız səhv fikir A variantıdır. Digərlərinə baxaq. Usta əməyinin qiymətləndiriləcəyinə inandığı üçün sarayı tikir, tamamilə doğrudur. Ustanın etirazı zalım xan tərəfindən əllərinin kəstirilməsinə səbəb olur. Tamamilə doğrudur. Xan sarayı görəndə ustanın doğrudan da möcüzə yaratdığını düşünür, doğrudur. Qoca usta şagirdlərinin onun peşəsinə layiqincə davam etdirəcəklərinə inanırdı, tamamilə doğrudur. Səhv cavab olacaq A variantı. Ümumiyyətlə, digər variantları oxuduqda görürük ki, digər variantlar doğrudur. Səhv cavab elə A variantı idi. Nəyə görə? Çünki həqiqətən də usta əməyinə qiymət verilməsini istəyirdi. Onun qızıllarda gözü yox idi. Keçid alaq digər testə. 24-cü testdə baxıram ki, Çahargah əfsanəsinin əfsanə olduğunu əsərdən verilən hansı fikir təsdiqləyir? Əsərlər ümumiyyətlə qeyri-real zəmində yaranırdı bildiyiniz kimi. Biraz burada düşüncə gücü əsas önəmli rol oynayırdı. Ona görə də buna aid bir cavab tapmalıyıq. Mən sualın cavabını verməyə hazıram. Siz isə Uludağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər maili olmasını, bir də qozun həcmini deyin. Burada xüsusi heç nə yoxdur.
Yəni hansı ki fantastika olsun orada və yaxud da real zəmində olmasın. Zınqrovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Burada da xüsusi heç nə yoxdur. Böyük hökümdar, sizin sarayınız üçün dərin dərakəli alim lazımdır. Burada da xüsusi bir şey yoxdur sədaladıqlarımla. Dəvələrin yerişi ilə zınqrovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri alimin yaratdığı musiqiyə əsir düşürlər. Burada gördüyünüz kimi biraz fantastika daha çox yer alıb. Yəni əfsanələrdə də bu özünü göstərir. Cavab olacaq D variantı. Əfsanələrlə bağlı doğru fikirləri bizdən istəyir. Epik növün janrıdır. Tamamilə doğrudur. Biri götürməliyəm. Biri götürürəm deyə baxım görüm. Bir olanları saxlayıram, olmayanları çıxıram. Rəvayətlərdən fərqli olaraq əfsanələr real həyat hadisələri zəminində yaranır. Xeyr, bayaq da qeyd elədim. Əfsanələrdə real olmur. Biraz fantastika daha çox rol oynayır. Ona görə bu real həyat, bu rəvayətə aid olmalıdır. Ona görə 2-ni çıxıram. 2 olanları Y variantını çıxdım. 3-dədir toponimik əfsanələr tayfa, nəsil, xalq adları ilə bağlıdır. Xeyr, etnonomik əfsanələrdir tayfa haqqında. Nomik, yəni etnosla bağlıdır, tayfa ilə, xalqla bağlı. Bu toponimik deyil. 3-ü də götürə bilmərik. 4-dədir əfsanələrin bir qismi səma cisimləri haqqındadır. Bəli, tamamilə doğrudur. 1-4 cavabımız olacaq C variantı. Nuh Peyğəmbər toponimik əfsanədir. Xeyr, ümumiyyətlə bu əfsanə deyil, rəvayətdir. Ona görə 5-i götürə bilmərik. Cavabımız C variantı. 26-cı testdə rəvayətlərlə bağlı səhv fikri bizdən istəyir. Epik lirik nümunələr hesab edilir. Bu dastanla bağlıdır. Ona görə 1-i çıxıram. Ümumiyyətlə 1 olanları da çıxıram. B getdi. Bircə dəqiqə. Bizdən səhv fikri istədiyinə görə əksinə 1-i götürməliyəm. 1 olmayan